bir şairənin Ayşə anamızı müdafiə edərək yazdığı çox gözəl bir qəsidədən iki beyti zikr etmək yerinə düşərdi. Mədə yadiruki ya habibətu innəhum əqdarun fəhət rihəhum nəkra'u Mədə yadirun nəcmə fi aliyaihi nəbhən bəğidun fittərə və uva'u Ey sevimli qadın, sənə nə zərər verə bilər ki? Şübhəsiz ki, onlar murdar şeylərdir, qoxuları da üfunətlidir. Öz ucalığında olan bir ulduza nə zərər verə bilər ki, yerdə olan itlərin iyrənc sürüşü və ulamaları. Nə gözəl deyilmişdir. Müflislər üçdür. Biri ov itidir ki, ov dalınca qaçaraq ləhləyir, yorulur, lakin ovladığı ovu başqasına gedir. Digəri simit kimsədir ki, mal toplayır, lakin topladığı malı başqasına qismət olur. Digəri isə qeybət edən kimsədir ki, insanların qeybətini edir və bununla öz yaxşı əməlləri başqalarına nəsib olur. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.